Herkese salam. Bu günlərim Platypus və Gemini HTML-də Minecraft oyunu düzəldəcəklər. Bu video çox maraqlı olacaq. Axıra kimi baxmağı tərcih edirəm. Video başlamazdan əvvəl Telegram kanalıma abunə olun. Orada failləri paylaşacağım. Gəlin videoya keçək. Gördüyünüz bu promptu Gemini vasitəsilə yazmışam. Bu promptda Minecraftın necə yazılacağı haqqındadır. Bəli, bu promptda 3D Minecraft olacaq. HTML vasitəsilə yazılacaq. Adı da HTML Craft'dır. Gəlin onu Cloudopsa verək, görək o bizə nə verəcək. Gördüyünüz kimi Cloudopus bizə kodu yazdı. Ümumilikdə kodumuz 1044 sətr tutdu. Bu məndə çox azdır. Gəlin oyunu başladaq, görək nə yazıbdır. Gördüyünüz kimi beləsinə bir ana səhifəmiz var. Ctrl-a basanda beləsinə bir yer açılır. Gəlin Start Game-ə basaq. Oyun çox donur. Biz niyə blokun içindəyik? Qabağa gedək. Animasiya çox da yaxşı deyil. Yerin içinə girir gördüyünüz kimi. Oyun da getdikcə donur. Yəni gördüyünüz kimi oyun donur. İndi mən bu problemi həll edib gəlim. Gördüyünüz kimi beləsinə bir uzun prompt tapdım. Uzun prompt hazırladım. Çoxlu səhvləri var. Cəmi 10 dənə tapa bildim. Videonu saxlayıb oxuya bilərsiniz. İndi gəlin bunu Cloudopsa göndərək. Görək o bizə nə verəcək. Gördüyünüz kimi yenə Cloudopus bizə kodunu hazırladı. Görək nə qədər sətr tutub. Ümumilikdə 1145, bayaqkindən daha çoxdur. Gəlin oyunu başladaq, görək necə alınır. Gördüyünüz yenə həminki ana səhifə, Controls yenə işləmir. Start Game-ə basaq. Daha pis o. W basanda mən niyə arxaya gedirəm? Bana da bilmirəm həmçinin. Oyun da pisləşib. Gördüyünüz kimi tam hərəkət edə bilmirəm. Bu bloklar niyə bu gündədir bilinmir. Yeter vururlar bunlar mənə. Bana da bilmirəm. Gördüyünüz kimi basıram bana bilmirəm. Daha çox hərəkət də edə bilmirəm. Gördüyünüz kimi doğulmamış öyle. Inventarımız var. Bəli var. Ayda. Böyle. Mən kim öldürürüm? Gördüğünüz kimi yerin içində. Gördüğünüz kimi oyun qayda pisləşib. Bana biləm nə hərəkət edə biləm. Gəlin Cloudopsa bu səhvlərini deyək. Çünki oyun çox pisdir. Yəni hərəkət eləmək olmur. Yaxşı, məni gözləyin. Gördüyünüz kimi mən Cloudopsa 7-dən səhvin yazdım. Videonu dayandırıb baxa bilərsiniz. İndi gəlin gözləyək Cloudopus bizə nə verəcək. Stop! Əgər bu video 50 like yıxsa, mən 3 gün ərzində sıfırdan Unity-ni öyrənməyə çalışacağam. Əgər bu videonun çıxmasını istəyirsinizsə, videonun altında like atmağı unutmayın. Yaxşı, sizi tutmayın, videoya qaydaq. Gördüyünüz kimi bizə Cloudopus kodun yazdı. Dediyinə görə bütün səhvlərini düzəltib. Görək bütün səhvlərini düzəldibmi? Əvvəlkindən daha çox kod yazır. 1706 sətr tutub. Gəlin oyunu başladaq. Gördüyünüz kimi yenə həminki səhifə, ana səhifə. İdarə etməyə basanda bizə şeyləri göstərir. Gəlin oyuna başlaya basaq. Yenə bloklar görsənmir. Gəlin çalışaq oynamağa. Gördüyünüz kimi burada craft menü var. İstifadə edə bilmirik. Gəlin blok qıraq. Gördüyünüz kimi animasiya da var. Amma tam deyil. Taxta, çubuq, ağac qılınc. Gördüyünüz kimi ağac qılınca oxşatmaya çalışır.
Yemək yoxdur. Gəlin bunu öldürək, bəlkə bunda düşdü. Yox, bunda düşmədi. Yenə gündüz vaxtımız da var. Gəlin yenə taxta ağac üçün. Bu şeydir. Gəlin yeri qazaq görək maksimum nə qədərdir. Əgər qaza bilsək. Gördüyünüz kimi yan tərəflər görsənir blok kimi. Amma üstləri tam blok deyil. Ona görə də beləsinə pis görsənir. Gördüyünüz kimi daşa gəldik. Mən bildiyimə görə. Bəli, daşa çıxırıq ucu. Gəlin biraz qazaq. Mən sizə ən aşağıya çatanda xəbər verəcəm. Mən aşağıya çatdım. Ucu burada heç nə qırmaq olmur. Maksimum dürük hardasa gəlin sayaq. Hoppanmaq da yaxşı deyil. Sağ klik qoy. Qoya bilmirik axı. Gəlin gəlin bunu qoyaq. Gördüyünüz kimi axşam oldu ki biz amma çıxa bilmirik. Mən buradan çıxmağa çalışmaq istəyirəm. İndi gözləyin mənə gəlin. Mən məcbur oyunu təzədən başlatdım ki oyunu oynaya bilək. Mən beləsinə oyun yaxşıdır. Gördüyünüz kimi əli də var. Animasiya da qəşəngdir. Amma blokların üstü yaxşı deyil. Yəni pis görsənir. Acıq borumuzda çox tez acıyırıq. Qırıb qoya bilmirik amma blokları. Yox, qoya bilirik. Prosta düzgün yeri tutmaq lazımdır. Bəli, qoya bilirik. Sonra nə edə bilərik? Gözləyək görək zombilər gələcək. Gördüyünüz kimi gecə gəlmişdi. Amma tam gecə oxşamır. Qaranlıq ucu başladı. Görək zombilər gələcək. Biraz axtaraq. Bəli, zombilər. Və zombilərdə tam gördüyünüz kimi canımız da gedir. Onlar da ölür. Prosta gördüyünüz kimi oxşatmağa çalışıb zombini. Azlıq borumuzda heyvanlardan ət çıxara bilmədiyimiz üçün çox aclıqdan da ölə bilərik. Da bir səhv. Görək acıyanda nə olacaq? Hələ ki zombilər üstümə gəlmir. Gəlin biraz odun qıraq. Ağac qılıncı şeyləyək. Zombilər arası yoxa çıxdı. Shift'ə basanda qaçmaq, onu da əlavə edərik deyəcəkdim ki. Yox, öləndən sonra inventarımız qalır. Gördüyünüz kimi daha çox tez ölürlər. Beləncə yaşamaq daha asandır. Amma aclıqdan da ölə bilərik, o da problem. Gecə bitir, canımız bir. Görək itəcəklər. Gözləyək, gündüz oldu. İtmədi. Nədənsə itmədi. Və bir də ancaq zombilər bu hissədə doğuldu. O tərəfdə doğulanlar olmadı. Zombilər nədənsə ölmədi. Bunu indi deyərəm, yoxsa zombi öldü. Tam bilinmədi. İndi gəlin Cladopsa səhvlərini deyək. Bir səhvlərindən biri odur ki, blokların üstü olmadığı üçün beləncə qəribə bir alınır. Biraz da mexaniki düzəltsin, shiftə basanda qaçmazlar. Onlar deyib gəl. Ümumilikdə mən 6 dənə səhv tapdım. Videonu dayandırıb yenə baxa bilərsiniz. İndi gəlin bunu Cladopsa göndərək. Görək, o bizə hansı kodu verəcək. Gəlin gözləyək. Bizə Cladopus aşıbqa verdiyi üçün promptu təzədən yazdım. Ona görə görək nə verəcək. Gəlin Cladopsa göndərək.
Bizə Cladopus kodun tərtib etdi. Mən oyuna baxdım, yenə həmin səhvləri edirdi. İndi mən sizə bu promptu göndərib göstərirəm. Ümumilikdə kodumuz 1604 kod sətr tutur. Yəni əvvəlkindən daha azdır. Baxın, oyuna başlayanda yenə həminki tekstur səhvi. Amma sizə yeniliklər var deyim. Heyvanları öldürəndə yemək düşür. Bir də ki inventar açanda gördüyünüz kimi beləsinə bir şey. Gəlin indi kazma ürətək. Taxta, çubuq, ağac qılıncı. Gördüyünüz kimi ağac qılıncı oxşatmağa çalışıb mob bir anlıq yoxa çıxdı və öldürəndə yeməyə düşmədi. Bunu mən yoxlamamışdım. Gördüyünüz kimi oyunun sonu çox da uzun deyil. Gəlin bir də mob tapaq, görək ondan nə edə bilir. Gördüyünüz kimi gəlirik, öldürürük və yemək düşmür, yoxsa düşür. 3 idi, bir dənə də yoxlayaq. Mən tam baxmadım. Bəli, düşürmüş. İndi gəlin kazma eləyək. Yəni taxta. Bunu da oxşatmağa çalışıb. Dediyinə görə bedroku əlavə edib. İndi teksturları görə bilmədiyimiz üçün bu bizə problem ola bilər. Bir də lapatkamız yoxdur ki, torpaqları qazaq. Bir də pişmiş ət var. Gəlin onu eləyək. Azlığımız var, həm də onu yeyək. Gördüyünüz kimi azlığımızı da doldurdu. Gəlin aşağıya kimi qazaq. Bir də ki bizim bir dənə səhvimiz var. Dolananda altımıza blok qoya bilmirik gördüyünüz kimi. Ancaq yuxarı gördüyünüz kimi benzinə qoyanda X-ray kimi istifadə etməyi də olar. Ancaq ya üstə ya da ki yanlara qoya bilirik. Yəni öz altımıza qoya bilmirik. Gəlin görək Cladopus bizə kodu tərtib edibmi? Cladopus bizə təzə kodunu təqdim etdi. Ümumilikdə 1693 daha da az. Amma onun dediyinə görə daha yaxşı olacaq. Gəlin oyunu başladaq. Gördüyünüz kimi yenə ana səhifə həminki. Oyuna başlayanda bu səfər gördüyünüz kimi teksturlarımız əlavə olunub. Daha yaxşı. Gəlin baxaq. Gördüyünüz kimi bu səfər oyun daha yaxşılaşdı. Mən Cladopus'un üstündə 1 saat əlləşirdim ki, bu blokları teksturasını düzəltsin. Bir də ki, bir özəllik var ki, bunların üstünə gələndə adları görsənir. Gəlin indi inventar açaq. Taxta, çubuq, ağac qılınc. İndi gəlin ən aşağıya kimi qazaq. Görək bedrock var. Bir də əlavə etməliydi. Dolananda altımıza bloklar qoya bilək. Gördüyünüz kimi ucu qoya bilirik. İndi gəlin bedrocka kimi düşək. Mən qazıram, siz isə gözləyin. Mən qazıb bedrocka çatdım. O biraz daşdan fərqlənir ki, biraz tündür. Ümumilikdə bu qədər yol tutdu. Və gördüyünüz kimi daş kazma eləmişəm. Gəlin görək yuxarı çıxa biləcəyik. Gördüyünüz kimi ucu daha da asanlaşdı. Yuxarı daha da çıxa bilir. Ucu gecədir. Gəlin baxaq. Moblar var. Yoxsa yox. Gördüyünüz kimi zombi gəlməlidir və yoxdur. Zombilər nədənsə burada yoxdur. Gəlin diqqətlə. Gördüyünüz kimi orada var. Mən gördüm. Oy canım gedir. Deyəsən zombi arxamızdadır. Bəli, zombi arxamızdadır. Gəlin görək ki, ondan yemək düşəcək. Bəli, düşdü. Gəlin səhər gözləyək. Görək zombilər yox olacaq. Biraz da yemək yiyək. Gözləyək. İndi səhər olmalıdır mən bildiyimə görə.
animasiya biraz pis idi. Mən istəmirəm bu. İnventarımızda axan qılınc. Mən daş eləmişdim axı. Deyəsən gecə bitmir, gözləyək gecə bitəcəkmi? Bəli, gördüyünüz kimi gecə bitirir. Gözləyək, səhər olur. Gördüyünüz kimi öldü. Səhər olanda ölürlər. Mən dediyinə görə daha çox mob əlam verəyib, amma yoxdur. Qoyunlardan başqa heç bir mob yoxdur və zombi. Məncə bununla kifayətdir. Çünki daha çox üstündə dayansam, o qədər də uzanacaq. Gəlin gemiyə keçək, görək o bizə nə hazırlayacaq. Gördüyünüz kimi yenə həminki prompt. Bu səfər geminin düzəltdiyi promptu özünə göndərəcəyik. Görək o bizə nə kod yazacaq. Gördüyünüz kimi gemini bizə kodun verdi. Ümumilikdə 982 kod satır. Bu çox azdır. Gəlin oyunu başladaq, görək bizi nə çətinliklər gözləyir. Gördüyünüz kimi beləsinə bir ana səhifəyə oxşayan bir yer var. HTML class, HTML craft, WSD to move, space to jump, click to interact. Gəlin oyuna başlayaq. Bunlardır. Gördüyünüz kimi hərəkət eləyəndə qəribə səs gəlir. Və buradan çıxara bilsək. Gördünüz mü orada bənövşə? Gördüyünüz kimi orada bənövşə bir yer var. Buradan çıxmağa çalışıram. Bu nədir? Nə blokdur? Mənə elə gəldi, yoxsa mən... Bunlar nədir? Zombilərdir. Heç oxşamır. Gəlin, bu deyəsən dünyanın sonudur. Blok qurabilik. Craft. Heç craft eləyə bilmirik. Bura craft'ı qoya bilmirik. Gəlin görək bariyerimiz nə qədərdir? Yoxdur. Səhifəni yeniləyək. Yəni heç oxşamır da. Amma CloudOps'dan fərqli olaraq teksturu yaxşı həll elədi. Amma bir minusdakı blokların içindən keçə bildik. Bu bənövşəyin nələrdir, mənə o çatmadı. Yəqin ki o da dünyanın sonudur. Bəli, gördüyünüz kimi ondan aşağı gedə bilmirik. Bu sarı deyəsən azlıq borumuzdur. Görürsünüz, E'yə basanda bütün oyun dayanır. Bu da bir səhvdir. Canımız da getmir. Moblar da heç oxşamır. Gəlin bunu gemiyə deyək, görək o bizə yeniliklər əlavə edəcək. Gördüyünüz kimi, mən beləncə 2 dənə səhv yazdım ki, gemini CloudOps kimi çox uzun çəkməsin. Birinci ana səhifəni biraz yaxşılaşdırması, ikincisi isə oyuncumuz göydə başlamasın, aşağıda başlasın. Gəlin oyunu başladaq, görək nə alınır. Bu A variantının ana səhifəsidir. B variantına da bundan sonra baxarıq. WSD to move, space to jump, click to interact. Yəni hələ ki blok qoymaq yoxdur. Mən özüm demədim ki, görək bunu əlavə edəcəkmi. Gəlin oyuna başlayaq. Gördüyünüz kimi player havada başlamır, amma moblar havada başlayır. Bunun bir səhvini deyirik. Bu bənövşələrdə rəngini dəyişərik. Bariyerin olmaması da bir səhvdir ki, birdən də bilmədən keçdiyi buranı ölə də bilərik. Craft menü işləmir məncə, mən bildiyimə görə. Bir də ki, deyəsən bloklar qıranda qoymaq olur. Olur. Deyəsən olur. Dəqiqə. Bəli, olurmuş.
Amma tam istədiyimiz yerə qoya bilmirik. Gördüyünüz kimi mən ora tutdum, amma bura gəldi. Özdəki üstümüzə. İndi də tərpənə bilmərik. Şundandır. Qəribədir. İndi gəlin B variantına keçək. Görək orada necədir. B variantının ana səhifəsi biraz yaxşıdır. Hətta ki A variantından daha çox yaxşıdır. Gördüyünüz kimi arxasında kod kimi bir yer var. Movement, WASD, Space Jump, Issues, Pauza Menu, Actions. Burada ki blok qoymaq üçün right click zat var. Gəlin oyuna başlayaq. Yenə əminki kimidir, amma ana səhifə daha yaxşılaşıb. A variantı daha yaxşıdır. Gəlin görək burada blok qoyma necə işə yarayır. Gördüyünüz kimi burada blok qoyma tam yaxşı da deyil. Gəlin craft'a basaq. Gəlin biraz odun qasaq əsas. İstədiyim yerdə qıra bilmirəm. Bunu gətir. Bu nədir heç bilinmir. Gəlin craft eləyə bilmirik yəni. Buraya da qoya bilmirik. Nədənsə. Beləncə bir blok. İndi bunu deyəcəm ki B variantını seçək. A variantını daha yaxşıdır. İndi gəlin bilmə səhvlərini deyək, düzəltsin. Gördüyünüz kimi bəzi səhvləri yazmamışam. Video dayandırıb oxuya bilərsiniz. Cəmi 6 dənə yazdım ki, CloudOpus kimi çox vaxt aparmasın. Gəlin göndərək və gözləyək. Gemini bizə yenə variant verdi. Bu səfər isə gəlin hər ikisini də yoxlayaq. Görək hansı yaxşıdır. Birinci A'dan başlayaq, gəlin. Gördüyünüz kimi yenə həminki ana səhifə prosta A optionundur. Gəlin başlayaq. Görək nə edə bilərik. Gördüyünüz kimi moblar da var. Və qıraqda görə bilsəniz, orada qıraqda ən kötüdə vaxtı göstərir. Blokları qoya bilirik. Yox, qoya bilmirik. Nə də qıra bilmirik. İnventarımız var, craft. Eləyə bilmirik. İnventarımızdan istifadə edə bilmirik. Yox, edə bilirik. Opsi blokları etdi bəs. Gördüyünüz kimi zombilər məni sıxışdırdı. Öz harası yuxarı çıxdı. Yox, yuxarı çıxmış. Gördüyünüz kimi zombi mənə vuranda canım da gedir. Amma tam getmir. Mənə çox vurmur. Bu nədir? Bu hansı mobdur? Mənə maraqlı gəldi. Biləcəm mob görməmişəm ömrümdə. Gördüyünüz kimi öləm. Gecə gəlmək üzərədir. Bu mobun adı görsən nədir? Kesin hoppana bilmirik. Bəli, hoppana bilmirik. Nəyə bilinmir. Görək. Ayda, bura düşdük. Düşdüyümüz içində qaldıq burada. Heç olmasa gecəni gözləyək. Görək. Nəyə bildik. Gecə gəldi görürüz. Gördüyünüz kimi qəşəng qaralma effektləri. Amma burası isə biraz pis oldu. Bura düşdüyüm üçün. Yəni təzədən yeniləyək hə. Səhər açıldı. Yəni bu çox pisdir. Yəni heç nəyə bilmirik. İndi gəlin B variantına keçək. Görək orada yaxşıdırmı? Gördüyünüz kimi mənim xoşuma gələn ana səhifədir. Gəlin başlayaq. Bu nə də? Nə bir varlıqdır. Bu canımız da gedir gördüyünüz kimi. Qəribə bir şeydir.
Blok qoya bilirikmi? Bəli, qoya bilirik. Və yenə həminki bağlar. Yenə həminki səs. Burada oje qara blok. Mən bildiyimə görə elə bir şey yox idi. Game over, öldük. Game over biraz pis çıxdı, siz görməyəsiniz. Gözləyək görək səhər olanda nə olacaq. Səhər olmaq üzrədir, amma zombilər mənim dalımca düşdüyü məcbur qaçmalıyam. Yoxsa gül kimi orada ev düzəltmişdim. Görək zombilər peşimizi buraxdı mı? Baxaq. Gördüyümüz kimi qıraqda vaxtı göstərir, yəni deyil. Zombilər gəlir, zombi oxşayan bir varlıq gəlir. Bu ağ beləsinə bir moblar. Bu səfər isə yerləri zada qaza bilirik. Gəlin biraz odun kasaq. Craft menü var, görək var. Bəli var, özdə qəşəng. Tərpənə bilsək. Gördüyünüz kimi çoxdur zombi. Oyun A variantında yaxşı idi, amma bəzi özəlliklər olmadığı üçün bu nədir görsən? Heç nədir, aha. Nəsə oldu, gördüyünüz kimi bura nəsə gəldi. Sticks. Bəli, bir stick imiş. Bu nədir? Görsən bu nədir? Sword, Pixage. Pixage nədir? Wow. Bu nə idi? Gördüyünüz kimi oyun getdikcə pisləşir. Bu desəm bunlar gələndə olur. Bu varlıq da deyil heç. Yəni bir gördüyünüz kimi oyun yenə bitdi, öldüm. Gəlin Geminiyə səhvlərini deyək, bu səfər isə kommentsiz. Geminiyə qısa olsun deyə beləcə bir kiçik prompt hazırladım. İndi görək Gemini bizə nə verəcək. Gördüyünüz kimi Gemini bizə son versiyasını təqdim etdi. Ultra Edition deyir. Gəlin kodu kopyalayaq, görək nə andır. Gördüyünüz kimi ana səhifə dəyişir və HTML Ultra Edition. Gəlin oyuna başlayaq. Oyuna başlamır. Gemini deyəsən Ultra Edition oyuna girə bilmirik. Oyunu indi bu səhvini deyib gəl. Gemini bizə iki variant verdi. Biri A, bir də B. Gəlin A variantından başlayaq. Görək nə anladı. Gördüyünüz kimi yenə əvvəlki ana səhifə. Gəlin play game-ə basaq. Çox dəyişdi oyun. Əvvəlkindən daha yaxşıdır. Amma gəlin blok qıraq, görək qıra bilirikmi? Belə qıra bilirik. Amma bilinmir. Gördüyünüz kimi çoxlu səhvləri var. İçdik. Biz niyə beləncə qazırıq? Gördüyünüz kimi kursorumuz tam yaxşı yer göstərmir. Gəlin deşiyə düşə bilsək. Gəlin düşək. Inventarımız da var. Sonsuz dənələri craft eləyə bilirik. Sword. Sword nədir? Gözləyin məni. Sword gördüyünüz kimi qılıncdır. İndi gəlin HTML-ə keçək. Bəli. Swordumuz onda gecə oldu. Sword. Yəni mışın təkəri ilə də döndürə bilmirik. Hərəkət də eləyə bilmirik. Close. Hərəkət eləyə bilsək, biz əlimizdəki gedə bilmirik nədənsə.
indi gedirik. Gördüyünüz kimi 40 FPS işarəsi var. Və position'ımızı göstərir. Demək ki, yenə. Və gördüyünüz kimi orada bedrock var idi. Görək oyunu yeniləyək. Dəzən. Həm də ki, səhər olsun ki, daha yaxşı olsun. Yəni heç olmasa bu əlimizdəki nədir? Mən bilmədim. Yəni düz sahə tapsaq kölgəmiz də var hətta, amma heç əslə oxşam. Gördüyünüz kimi istədiyimiz yeri qaza bilmirik. Mən niyə bir anlıq aşağı ışınlandım? Problem burada odur ki, yəni bu aşağı düşüşlər olanda playerimiz hərəkət edə bilmir. Nə, cəmi 4 blok. 4 blokdan sonra bitir. Belə bir şey ola bilməz axı. Düzgün də oynamaq olmur. Gəlin B variantına keçək, görək orada necədir. Bu B variantıdır. Gəlin oyuna daxil olaq. Yenə gəlin bir daha şans verəcəm niyə? Görək o səhvini düzəldə biləcək yoxsa yox. Sizə yenə pis xəbərim var. Geminiyə nə qədər eləsəm də onu düzəldə bilmirdi. Gəlin sizə göstərim necəni. Birinci sizə dediyimdən sonra alınandı. Game Crashed. İkincisi isə budur. Gördüyünüz kimi yenə ana səhifə. Oyuna girəndə isə heç bir şey elə bilmirik. Animasiya var. Blok qoya bilmirik. Yəni Gemini bu işdə daha çox edə bilmir. Yəni başa düşmür. Nə yazıram istədiyi kimi eləyir. Gəlin videomuzu bağlayaq. Bu videoda qalibimiz isə Cloud Opus'dur. Gəlin sizə onun ən axırıncı proyektini göstəreyim. Bu ən axırıncı proyektidir. Gördüyünüz kimi ən yaxşısıdır. Graf menüsü var. Zombiləri var. Gemininki isə heç bir şey. Yəni gəlin ən yaxşısını göstərim sizə. Gördüyünüz kimi bu ən yaxşısıdır mənə görə. Oyuna başlayanda heç olmasa burada qəşəngdir teksturları. Amma minusları odur ki, yəni çox yaxşı da deyildi. Yəni craft menü işləmir, blok qoymaq tam da yaxşı işləmir. Gördüyünüz kimi tam da yaxşı işləmir. Amma bəzi şeylərdə yaxşı idi. Mənə görə ən yaxşısı budur. Çünki teksturlar zətdə əlavə edib. Opsilərində isə oyun oynayanda adamın gözü ağrıydı. Yəni bu videoda da qalbimiz Cloud Opus'dur. Yəni gördüyünüz. Əgər xoşunuza gəlməyən hissə oldusa, yəni rəyləriniz varsa kommentlərə girib yaza bilərsiniz. Sağ olun, əlvida.